Salam əziz izləyicilər. Demək, Güvən nəşrlərinin 1 fevral 2026-cı ildə buraxılış fənləri üzrə keçirdiyi sınaq imtahan suallarının izahlarına baxaq. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayaq. Demək, baxıram, sinif 11, 61-ci sual. Demək, bizə verib A19 çıxılsın, A7 bərabər 96. Bizdən silsilə fərqini istəyir. Yəni, D bərabərdir AN çıx AK böl N minus K düsturuna görə. Baxın, belə bir ifadə yaza bilərəm. A19 çıxılsın A7 bölünsün 19 çıxılsın 7. Sürətin qiyməti 96-ya bərabərdir. Şərtdə verilib. Məxrəc 12 olur. 96-nı 12-yə böldüm. Oldu 8. D variantı. Baxıram 62-ci suala. Demək, bizə fx verilib. 3 üstəgəl 4 sinus. Demək, 5x çıx 1. Funksiyasını deyir, ən kiçik müsbət dövrünü tapın. Demək, sinusun qüvvəti burada 1 olduğuna görə ən kiçik müsbət dövr 2 pi bölü modul k olur. Burada da k 5'dir. Elə modulu da müsbət 5. Cavab olur 2 pi bölü 5. C variantı. Demək, baxıram 63'ə. Kökdə 2 bərabərdir x-a. Kök 5 bərabər y. Kök 7 bərabərdir z. Bizdən kökdə alt tamamda 3'ü istəyir. Yəni x, y, z ilə ifadə elə deyir. Demək, kökdə 63'ü yazıram. Onda 63. 63 3'ün kvadratı vur 7 deməkdir. Onda 2 vur 5 deməkdir. Bərabərdir. 3'ün kvadratından kök çıxır 3. Kök 7 qaldı sürətdə. Kökdə 2 vur, kökdə 5. Baxın, kökdə 2 nə deməkdir? X. Kök 5 nə deməkdir? Y. Kök 7 nə deməkdir? Z. Cavabımız olur bu şəkildə. 3z demək, bölünsün x, y, e variantı. Baxıram 64-cü suala. Demək, bizə belə bir romb verilib. Demək, bura 5, bura 8. Rombun bütün tərəfləri bərabər olduğuna görə bura 13-dürsə, demək, bura da 13-dür. Bizə hündürlüyü istəyir. Buradan Pifagor görürəm. Demək, Pifagora görə h kvadrat bərabər 169 çıx 25 144 olur. H da olur 12. Ve bizə də h istəyir, yəni hündürlüyü istəyir, olur 12 e variantı. Baxıram 65'ə. Baxın, bizə modulda mənfi a bölünsün 3 verilib. Üstəgəl modulda a bölü 2 bərabər 25 bölü 6. Deyir, tənliyin həqiqi köklərin hasilini tapın. Baxın, biz A-nın işarəsini bilmirik deyə, bilmirik moduldan olduğu kimi çıxmalıdır, yoxsa qarşı mənfi atmalıyıq. Ona görə nə edirəm? İlk olaraq A-nın şərtini qoyuram ki, A müsbətdir. A müsbətdirsə, baxın, A-ya burada müsbət qiymət verəndə modul daxil ifadə mənfi olur deyə qarşı mənfi atıram və yazıram bu şəkildə. Burada A müsbətdir deyə modul daxil ifadə müsbətdir olduğu kimi bərabər 25 bölü 6. Demək, bu olur A bölü 3 üstəgəl A bölü 2 bərabər 6 da 25. Hər tərəfə 6'ya vursam burada qalır 2A. 6'ya vursam 3A, 6'ya vursam 25. Bu da olur 5A bərabər 25'ə, A bərabər 5'ə. Həqiqətən də A müsbət idi və 5 də müsbət olduğuna görə mən elə kökü 5 qəbul eləyə bilərəm. Baxın, indi də düşünürük ki, A mənfidir. İndi A mənfidirsə, baxın, modul daxil ifadə A mənfi şərtində müsbət olur. Müsbətsə demək olduğu kimi yazıram. Mənfi A bölü 3. Burada A mənfidirsə, modul daxil ifadə mənfi olur. Qarşıya mənfi atıram. Attığım mənfini müsbətə vuranda olur mənfi A bölü 2.
beraber 6'da 25. Her tarafı 6'ya vursam bu olur -2a, -3a beraber de 25'e, -5a 25, a beraber -5. Həqiqətində bu şərti ödəyir. Bizə də köklərin hasilini istəyir. Bu da olur -25 a variantı. Növbəti baxıram 66. Baxın 2x çıxılsın 1. Üstəgəl i. Beraber 3 üstəgəl y üstəgəl 2i. Deyir bərabərliyindən x plus y cəmini istəyir. Demək bu kompleks olduğuna görə biz bunu cəbir şəklində yazaq. Demək 2x minus 1 üstəgəl i bərabərdir. 3 üstəgəl hər ikisində i var. Mörtəzə xaricinə çıxartsaq olacaq bu şəkildə. İndi qulaq asın. Əgər bu kompleks ədədlər bir-birinə bərabərdirsə, həqiqi hissə bərabər olmalıdır. Demək xəyali hissəyə bərabər olmalıdır. Yəni 2x minus 1 bərabər olmalıdır 3'ə. 2x bərabər 4'ə x 2. Y plus 2 bərabərdir 1'ə. İğnəm salı 1'dir burada. Y olundan -1. Və bu şəkildə. Bizə də bunların cəmini istəyir. 2 üstəgəl -1 oldu 1. Yəni D variantı. Demək növbəti baxıram 67'yə. Baxın x bərabər -5. Düz xəttlər hansı rüblərdən keçir? X bərabər A tənliyinin qrafiki necə olmalıdır? X-i həmin nöqtədə kəsməlidir. Y oxuna paralel olmalıdır. Demək, X-i -5'də kəsir. Y-ə paralel. Baxın bu şəkildə. Bu da neçənci rübdür? 2-ci rüblə 3-cü rübdür. Demək, nə oldu? 2 və 3 B variantı. Demək, növbəti baxıram 68'ə. Uyğun tərəflər nisbəti 1/3 verib. Yəni A1'in A2'yə nisbəti 1/3. Bizə oxşar üçbucağın perimetrlə nisbəti deyir. Perimetrlə nisbəti ilə tərəflər nisbətinə bərabərdir. Sahələr desək kvadratı olardı. Cavab elə 1/3 A variantı. Baxıram 69. Demək A vektorunun komponentləri verib -1, 3. B vektorunun komponenti 2, 4. Bizə 2A plus B vektorunu tapın deyir. İlk olarak nə edirəm? A vektorunu vururam 2'yə. -2, 6. İndi baxın. Bunların cəmi deyəndə nə etməliyəm? Uyğun koordinatları toplayıram. Demək bunun komponentləri nə olur? -2'nin üzərinə 2 gəlirəm. Olur 0. 6'ın üzərinə 4 gəlirəm. Olur 10. Cavab olur nə? 0, 10. O da A variantı. Demək növbəti baxıram 70. Kosinus 2x kosinus x çıxılsın sinus 2x sinus x beraber bir tənliyinin deyir 0 pi demək parçasında neçə kökü var. Demək baxın. Bu nəyin açılışıdır? Kosinus 2x üstəgəl x'in açılışı. Yəni kosinus 3x beraber 1'ə. 3x beraber 1'in neçə alır? 0'da. 0 üstəgəl 2 pi k olur. Buradan da x beraberdir 2 pi k bölü 3. Baxın x nəyə bərabərdir buna? Bizə də aralığında neçə kökü var. Biz bilirik ki k nədir burada? K tam ədəddir. Baxın birbaşa aparıram. X'in ilə aralığını orada yazıram. Yəni ki 0 küçük beraber x nəyə bərabərdir? 2 pi bölü 3 k küçük beraber pi'ye. Hər tərəfi pi'ye bölsəm oldu belə. 3'ə vursam
2'ye bölsəm. İndi k tam ədəd olduğuna görə, yəni k bizdə tam ədəddir. Çünki burada dövrlərdə k həmişə tam ədəddir. İndi burada neçə tam ədəd var? 0 var və 1 var. 2 dənə. Demək ki 0 pi aralığında 2 kökü var. Demək növbəti 71. LG 2 bərabərdir A-ya. Bizdən LG 50-ni istəyir. A ilə ifadə elə. Demək bunu nə yaza bilərik? Baxın 50-ni mən LG 100 bölünsün 2 yaza bilərəmmi? Burada bölmə varsa bu nə deməkdir? Çıxma. Yəni çıxma yaza bilərik. Bölmə olanda çıxma yazırıq. Vurma varsa toplama yazaram. LG 100 demək onun kvadratı deməkdir. Burada qüvvət qarşıya düşür. Olur 2 LG 10 çıx LG 2. LG 10 demək 1 deməkdir. Çünki LG demək 10 əsasdan deməkdir. Loqaritma əsasla loqaritma alt ifadə bərabər olduğuna görə bu oldu 1. 2'ye vurdum 2 çıxılsın LG A. Bu da bərabər nəyə? A-ya. Cavab olur 2 minus A, E variantı. Növbəti baxıram 72'ye. Düzbucaqlı koordinat sistemində ikinci rubda yerləşən çevrə OX oxuna -3 0 nöqtəsində toxunur. Bu çevrənin OY oxuna qədər ən yaxın məsafəsi 1 vaat olarsa, çevrənin tənliyi aşağıdakılardan hansıdır? Demək gəlin biz ilk olaraq bu çevrəni quraq. Görək necə olur. Düşünün baxın bizim belə bir çevrəmiz var. Demək bu çevrəmiz ikinci rubda yerləşən çevrədir. -3 0 nöqtəsində toxunur. Bu -3 0 nöqtəsində toxunur. Bu çevrənin OY oxuna qədər ən yaxın məsafə 1 vaat olarsa. Olsun belə. Baxın bu -3 0 nöqtəsi buradır. Və bizə deyir bu çevrənin OY oxuna qədər ən yaxın məsafə. Baxın ən yaxın məsafə deyəndə bu təbii ki mərkəzdən keçməlidir. Ən yaxın məsafə təbii ki buradır. Baxın çevrədən bu çevrənin OY oxuna qədər ən yaxın məsafə 1 vaat demək. Baxın bura deməkdir 1. Və çevrənin tənliyini istər. Baxın biz çevrənin tənliyini yazmamız üçün bizə nə lazım? X minus A'nın kvadratı, Y minus B'nin kvadratı bərabər R kvadrat. Burada A ilə B mərkəzin koordinatları, bu da çevrənin radiusu. İndi baxın. Demə fikir verin. Buradan bura 3 vaat gəlibsə. Düzdür mü? Burası 1'dirsə, onda burası nədir? 2'dir. Məsafə olaraq 2 götürürəm. Demək buradan tapdıq ki, radiusumuz 2. Düzdür mü? Bu belə. İndi mərkəzin koordinatına baxaq. İndi buradan görürəm ki, mərkəzin koordinatı x-i -3. Y nə olar? Baxın, radius nə tapdıq? 2. Radius 2'dirsə, baxın, burada radiusdur. Burada 2. Onda belə çıxır ki, buradan burada 2 vahid yuxarı qalxıb. Yəni demək ki, burada y-i 2 imiş. Demək, mərkəzin koordinatları bəlli. X üstəgəl 3'ün kvadratı, üstəgəl y minus 2'nin kvadratı, radiusda 2'dir, kvadrat 4. Bu oldu bizdə çevrənin tənliyi. X üstəgəl 3'ün kvadratı, üstəgəl y minus 2'nin kvadratı bərabər 4 oldu C variantı. Demək, növbət baxıram 73'e. Demək bizə nə verib? I üstəgəl I kvadrat üstəgəl I kubu I üstü 4 demək hara qədər? 13'tü 43'tü o.
Demək bu 13-dür, səhv etmirəmsə. Elə görürəm. Demək i kvadrat nə deməkdir? -1 deməkdir. I kubu demək elə bir ki -i deməkdir. I üstü 4 1 deməkdir. I üstü 5. Baxın 5'i 4'e böldüm, qalıq nə qaldı? 1. I üstü 1 deməkdir. I üstü 6. 4'e böldüm 2 qaldı. I kvadrat -1 deməkdir. I üstü 7. -i deməkdir. I üstü 8 1 deməkdir. Hoş, baxın bu şəkildə gedir. Mesela i üstü 12 nə deməkdir? I üstü 12 də demək 1 deməkdir. I üstü 13 də i deməkdir. Baxın bu şəkildə belə islahlar gedir. Daha hamısını yazmadım mən. Belə gedəcək hamısı. Bir dənə i qalacaq orada. Baxın bilirsiniz niyə i qalır? Çünki i'nin bax fikir verin, həmişə birinci müsbət i gəlir, sonra mənfisi gəlir. Birinci müsbət gəlir, sonra mənfisi gəlir. İndi burada da i üstü 13'ün özü i deməkdir. 4'e böl, qalıq qaldı 1. İndi i'nin də itməsi üçün mesela i üstü 15 gəlməlidir ki, ondan -i versin, bunlar geçsin. O da təbii ki i üstü 13'e qədər olduğuna görə i qalır A variant. Demək növbəti baxıram 74'e. X üstəgəl 2 bölünsün x minus 3 kiçikdir 0, hətta bərabər. Bərabərsizliyin tam əllərin sayını istəyir. Təbii ki rasional bərabərsizlikdir. Sağ tərəf 0'dır. Birbaşa kökləri intervalda nəzərə alıram. -3 verəndə sürət mənfi olur, məxrəc mənfi olur, böləndə müsbət. Yəni bu o deməkdir ki, mənfi sonsuzluqdan -2'ye qədər nə verirsən ver, cavab müsbətdir. -2 3 aralığında məsələn müsbət 1 versəm, sürət müsbət, məxrəc mənfi, böləndə mənfi. 4 versəm hamısı müsbət. Bizə nə lazım? 0'dan kiçik lazım. Oldu -2'dən 3'e. Baxın 3 nə olsun, bərabərlik var. 3 məxrəcin köküdür, daxil deyil. -2 sürətin köküdür, daxildir. İndi bizə nə istəyir? Tam əllərin sayını istəyir. Biri daxil deyilsə, böyüyündən kiçiyini çıxıram sadəcə, olur 5 dənə. Cavab olur 5. Demək növbəti 75'e baxıram. Deyir radiusların nisbəti 1/3. R1'in R2'ye nisbəti 1/3. Bizə 2 dairənin sahələri cəmi 160 olarsa, S1 ilə S2'nin cəmi 160 deyir pi olarsa, böyük dairənin radiusunu tapın. Baxın burada çarpaz eləsəm, elə R1'e k yazıram, R2'ye 3k yazıram. Saha nəyə bərabərdir? Pi r kvadratı. Bu pi R1'in kvadratı, olursa pi R2'nin kvadratı. Bərabər 160 pi. R1'e k yazsam olur pi k kvadrat. R2'ye de 3k yazsam kvadratı 9 k kvadrat pi. Bərabər 160 pi. Hər tərəfi pi'ye bölsək, burada qaldı 10 k kvadrat 160 k kvadrat 16. Onda k nəyə bərabər? 4'e. Bizə böyük dairənin radiusunu istəyir. Birinin radiusu 4, birinin 12. Bizə təbii ki böyüyünü istəyir. Cavab olur 12. Demək növbəti baxırıq 76'ya. Demək loqaritma kökdə 2 əsasdan 4 üstəgəl. Loqaritma 0,1 deyək o. 0,1 əsasdan kökdə 10 bərabər. Baxın kökdə 2 yazıram, 2 üstü 2'də 1. 4'e yazıram 2'nin kvadratı. 0,1'e yazıram 10'da 1. Kök 10'da yazıram 10 üstü 2'də 1. Baxın əsasın qüvvəti qarşıya çıxır, tərsi 2'də 1'in tərsi 2. Bu da çıxır qarşıya olduğu kimi 2. Oldu 2 əsasdan 2 üstəgəl. Baxın 10'da 1 nə deməkdir? 10 üstü -1 deməkdir. -1'in tərsi elə -1 çıxır.
Qüvvət də 2 ilə 1-dir. Olduğu kimi düşür. 10-dan 10. Belədir 1. Belədir 1. 2-ni 2-yə vur 4. Bu da mənfi 2 ilə 1. Yəni mənfi 0.5. Cavab 3 tam 10.5. Deməli növbəti baxıram 77-yə. Bizə belə bir üçbucaq verib. Bura B, A, C. Deyir ABC üçbucağında BDC 43, ACD 21, AB də AC bərabər AB AC. Baxın bu tərəf AC bərabərdir. Bizdən ABC'ni istəyir. İndi qulaq as. Baxın bu üçbucağa görə deyirəm. Bu üçbucaqda 2 daxili bucağın cəmi olaraq qonşu və xarici bucağa bərabərdirmi? Yəni 21-in üzərindən neçə gəlsəm 43 eləyər 22 gəlsək. İndi fikir verin. Bu üçbucaq baxın bu bərabər yanına üçbucaqdırsa təpə bucağı 22'dir. 180'den çıxdım 22'ni. Qaldı 158. Bunu da böl 2'ye. 2'ye böləndə 79. Bakın burada düşür 79. Bizden ne istəyir? Bizden de ABC'ni istəyir. Cevap ne olur? 79. Deməli növbəti baxırıq 78'e. Deyir Elçin Samir Vahidin yaşlarının nisbəti uyğun olaraq 3 bölü 5 bölü 6 kimidir. Demək Elçin Samir Vahid. Demək bunun 3x, bunun 5x, bunun da 6x yaşı var. Deyir Samir Elçindən 8 yaş böyükdür. Yəni Samir'in yaşından mən Elçinin yaşını çıxsam 8'e bərabər olar. 2x bərabər 8'e, x bərabər 4'e. Demək 12, 20, 24 yaş. Deyir Vahidin neçə yaşı var? 24 yaşı var. Növbəti baxıram 79'a. Bizə verib ədədi silsilə A1 üstəgəl A5 üstəgəl A7 üstəgəl A13 bərabər 54. Bizdən S12'ni istəyir. Yəni silsilənin ilk 12 ədədin cəmi. İlk olaraq bu düsturdan düşünürəm. Görə işimizə yaramasa D olan düsturdan gedərik. 2A1 2A1 üstəgəl 11D bölü 2 bölü vur 12 ilə gedərəm. İndi baxın. Ya bu qruplaşma eləyək. A1 ilə A5 bizə nə verir? 2A3'ü verir mi? İndeksləri topla böl sayına. Sayılarını da qarşıya. Burada da 7 ilə 13'ün cəmi 20 edir. 2'ye böl 10. Sayı 2. Bərabər 54. Hər tərəfi 2'ye bölsəm 27. Demək xassə bilirik ki biz ədədi silsilədə indekslərin cəmi bərabərdirsə qiymətlər də bərabərdir. Baxın 3 ilə 10'un cəmi 13 eləyir. 1 ilə 12'nin cəmi də 13 eləyir. Demək mən sürətə də 27 yaza bilərəm. Çünki qiymətlər eynidir. Bölü 2 vur 12. Bu da gedir burada 6 qalır. 6'ını vururam 27'ye. 2 4 yadda. Demək 12 16. Cavab olur 162. Növbət baxıram 80'ə. Eynisi toplu da var. Demək qulaq asın. Baxın neynirəm. Burada fikir versək kök 14 kök 10'dan hər ikisindən kök 4'ü mövcə xaricinə çıxara bilərik. Baxın kökdə 3,5 çıxılsın kökdə 2,5
Kök 14'ü kök 4'e bölsəm, yani 14'ü 4'e bölsəm 3 tam onda 5 kalır. Onu da 4'e bölsəm 2 tam onda 5 kalır. Fikir verin. Buradan kök 4'ü ortak çıkarttık. Bir de vurulsun, orada ne var? Kökte 5 tam onda 5. Üstəgəl kökte 28 var. Şimdi qulaq asın. Bakın bu bize ne verir? Bu bize kvadratlar fərqi. Bakın bundan. Bu bize kvadratlar fərqi verdi. Kökte 3 tam onda 5'in kvadratı. 3 onda 5 edir. Kökte 2 tam onda 5'in kvadratı 2 tam onda 5 edir. Vurulsun kök 4'te 2 deməkdir. Vurulsun 5 tam onda 5. Üstəgəl kökte 28'de demək 2 kökte 7 deməkdir. Bakın bura bize 1 verir. Kaldı kökte 2 vur. 5 tam onda 5 üstəgəl 2 kökte 7. Bakın bu kök altları birbirine vururam. Dereceler eyni diye. 2'ni vururam 5 onda 5'e. Eləyir 11 üstəgəl 2 vur 2 vur. Kök 7. Şimdi qulaq as. Bakın bunu düşünürəm ki bu nəyinsə kvadratının açılışıdır. Bakın kvadratın açılışında 2 misləmişə var. Bu 2'ni baxmıram. Kaldı 2 kök 7. 2 kök 7 nələr nasıldır? 2 ilə kök 7'nin. Bunun kvadratı 4 edir. Bunun kvadratı 7 edir. Toplayanda 11 edir. Ödədimi? Bəli. Deməli mən həmin kök altı ifadəni baxın belə bir şey düşünə bilərəm. 2 plus kök 7'nin kvadratı düşünə bilərəm. Niyə? 2'nin kvadratı 4 edir. Kök 7'nin kvadratı 7 edir. Toplayanda 11. Bunların da 2 misli ilə bunu edir də. 2 vur 2 vur kök 7 edir. Vəssalam. Buradan da kvadrat kökü itirir. Təbii ki çıxmalıdır modulda. Modda daxil ifade görürük ki müsbətdir. Elə olduğu kimi. Cevap olur 2 üstəgəl kökdə 7. Növbəti baxıram 81'e. Bakın x müsbət qiymətinə görə demək a vektoru x bölü 2 kök 3 demək bölü 2. Vahid vektoru ile b vektoru kökü 3 1 vektor arasında bucaq neçə dərəcədir? Bakın bu vahid vektordusa bunun uzunluğu 1 olmalıdır. Dəqiqə. Bakın bu vahid vektordursa uzunluğu 1 olmalıdır. Yani modula beraber olmalıdır 1'e. A vektorun uzunluğunu necə tapacağıq? X kvadrat yani x bölü 2'nin kvadratı üstəgəl bunun kvadratı 4'te 3 beraber olmalıdır 1'e. Demək 1. Buradan da x kvadrat bölü 4 beraber 4'te 1'e. Bunlar gelir. X kvadrat 1. X plus minus 1 olur. Bizə şərtdə deyir ki x'in müsbət qiyməti. Ona görə x'i 1 qəbul edirik. Onda belə başa düşdük ki a vektoru beraber nəyə? 2'də 1 bir de kök 3 bölü 2. Bizə nə istəyir? Vektor arasında bucaq. Yani kosinus alfa beraberdir. Sürətdə olur a vur b. Məxrəcdə olur modul a vur modul b'ye. Sürət skaler hasildir. 2'də 1'i vururam kök 3'e. Olur kökdə 3 bölü 2 üstəgəl. Kök 3 bölü 2'yi də 1'e vururam. O da olur kök 3 bölü 2. Məxrəcdə a vektorumuzda vahid vektor uzunluğu 1. B vektoru. Bakın modul b beraberdir. Demək kök 3'ün kvadratı 3. 1'in kvadratı 1. Bu deyil 4 2. Demək modul b'de nədir? 2'dir. Sürət oldu 2 kökdə 3 bölü 2 bölü 2. Buradan bunlar gelir. Kaldı kök 3 bölü 2. Kosinüs kök 3 bölü 2'nin neçədə alır? 30'da. Bizə də vektor arasında bucaq istəyir. Cevap olur 30 derece.
Deməli növbət baxıram 82-yə. Deməli bizə verib mənfi 2x üstəgəl 3y bərabər 9. 3x çıxılsın y bərabər 4 və deməli a böl x deməli çıxılsın y bölünsün b bərabər 1. Deyir təliqlər sistemlərinin həllər cütləri bir-birinə bərabər olsa a və b-nin qiymətlərinin cəmini tapın. Demək lazım. Bunun həllər cütü ilə bunun həllər cütü ödəyir. Bir-birinə bərabərdir. Gedərəm buradan x, y taparam. Gətir buradan nəzərə alaram. Düzdürmü? Demək buradan y itirmək istəyirəm. Aşağını vururam 3'ə. Olur 9x çarpı 3y bərabərdə 12. Yuxarını aşağını toplayıram. Bunlar gedər. Mənfi 2x üstəgəl 9x. Oldu 7x. 12 ilə də 9 oldu 21. X bərabər oldu 3'ə. Mesela burada nəzərə alıram. 3'ü mənfi 2'ə vurdum. Mənfi 6. Üstəgəl 3 y bərabər 9. 3y bərabər 15. Y bərabər 5. Bu da belə. Davam edirəm. İndi gedirəm x-ə 3 yazıram. Burada harda x gördüm 3 yazıram. Y gördüm 5 yazıram. Demək a bölünsün 3. Üstəgəl b bölünsün 5. Bərabər 2,2. Burada demək x-a. Baxın burada x-a 3 yazsam. Məxrəc 3 ilə gedər. Qalar a çıxılsın. Y-ə 5 yazıram. 5 bölü b bərabər 1'ə. Bizə də buradan nə istəyir? AB-nin tam qiymətlərin cəmini istəyir. Demək burada nə edək? Gəlin burada kəsiri itirək. 3'dən 5'ə köp 15. Buranı vururam 15'ə. Demək buranı 15'ə vuranda 15'dən 3 gedir qalır 5a. 15'ə vuranda qalır 3b. Demək 2,2'nin 15'ə vuranda 33. Düzdürmü? Baxın bununla demək belə eləyəyəm. Burada gəlin 5'ə vuraq. Burada gəlin 5'ə vurum. Olacaq 5a çarpı 25 böl b bərabərdir 5'ə. Yuxarıdan aşağıya çıxıram. Bunlar gedər. 3b çıxılsın mənfi olduğuna görə müsbət 25 böl b bərabər 28'ə. Hər tərəfə b-yə vursam 3b kvadrat. B-yə vuranda 28b sola keçdi oldu mənfi 28b. Üstəgəl 25 bərabər 0. Demək buradan da gedirəm. Diskriminantdan kökləri tapıram. 28'in kvadratı 784 çıxılsın. 4'ü 3'ə vur 12, 25'ə 300. Bu da olur 484. Buradan B1 bərabər. Bunun əksi 28 üstəgəl. Kökdə 484 22 eləyir. Bölünsün 2a. 3'ə vurdum 6. Demək bu olur 50 böl 6. 28 22 böl 6. 6 böl 6 1. Mənə A və B-nin tam qiymətlərinin cəmini istəyir. Təbii ki, tam dediyinə görə mən bunu götürürəm. B-ni tapdıq 1. Gətirəm məsələdə burada yerinə yazıram. Demək A çıxılsın 5 bərabər nəyə? 1'ə. Düzdürmü? B-yə 1 yazdıq da. Bəli. Buradan da A nə olur? 6. Bizə A ilə B-nin tam qiymətlərinin cəmini istəyir. 6 üstəgəl 1 7. Cavab 7 olur. Növbəti baxıram 83'ə.
Demek A beraberdir. Logaritma 0,2 əsasdan. 0,2 ne deməkdir? 5'te 1 deməkdir. Yani 5'te 1 əsasdan 5. Üstəgəl. Logaritma 8 əsasdan 8 demək 2'nin kubu əsasdan 2 deməkdir. Məxrəcdə də elgi 0'dan %1 demək 10 üstü mənfi 2 deməkdir. Yəni bunu həll edək. Baxın 5'te 1 5 üstü mənfi 1 deməkdir. Mənfi 1'in tərsi qarşıya çıxdı mənfi 1. Qaldı logaritma 5 əsasdan 5 üstəgəl. 2'nin kubu da əsas. 3'ün tərsi qarşıya çıxır 3'te 1. Logaritma 2 əsasdan 2. Məxrəcdə də mənfi 2 qarşıya oldu kimi düşdü. Qaldı elgi 10. Bu 1, bu 1, bu 1. Oldu mənfi 1 üstəgəl 3'te 1. Bölünsün mənfi 2. Sürət olur mənfi 3'te 2. Məxrəc mənfi 2. Bunlar da mənfi 2 ilə gedir. Qalır 3'te 1. Demək A'nın qiyməti 3'te 1. Sonra yazıb ki bizə elgi X bərabərdir A'ya. A nə tapdın? 3'te 1. Burada tənliyə görə X bərabərdir. Elgi 10 əsas deməkdir. 10 üstü 3'te 1'ə. Bu da belə. Y də bərabərdir. Elgi Y daha doğrusu. 12'de 1'ə. Burada Y bərabərdir. 10 üstü 12'de 1'ə. Və bizdən nə istəyir? Logaritma X əsasdan Y istəyir. Demək, logaritma X'i yenə yazıram 10 üstü 3'te 1. Y'e yazıram 10 üstü 12'de 1. Əsasın qüvvəti qarşıya tərsi çıxır. Bu olduğu kimi düşür. Qaldı logaritma 10 əsasdan 10. Bu 1 eləyir. 3'ü də 12'de 1'ə vuranda 4'te 1. Yəni 0,25. Demək növbəti baxıram 84'ə. Demək X bərabər sinus 840. Demək dərəcə üstəgəl 5 kökdə 3 minus 6 bölünsün 10. Vur kosinüs 180 dərəcə. Deyir olarsa sinus 2 arc kosinüs x ifadəsinin qiymətini tapın. Demək gəlin biz buradan x'i tapaq ilk öncə. 840 bölürəm 360'a. Yəni 2 misli gedəndə 2 dövr 720'ni buradan çıxsaq böyləcə 120. Sinüs 120 nə deməkdir? İkinci rüb müsbətdir. Elə bu 180 çıx 60, 60 deməkdir. Onsuz da müsbətdir. Sinüs 60 da aldı. Kök 3 bölü 2. Kosinüs 180 də aldı mənfi 1. Demək mənfi 1'ə vursaq sürəti olacaq 6 minus 5 kökdə 3 bölü 10. Burada sürət məxrəci 5'ə vursam. Burada olur 5 kökdə 3 üstəgəl 6 minus 5 kökdə 3 bölünsün. Bunlar gedər. Qaldı 10'da 6. Bu da x'ə geçsin. 5'də 3 qalsın. X'i tapdım bu şəkildə. Demək yazıram ki sinus 2 vur. Demək arc kosinus 5'də 3. Baxın normalde kosinus 5'də 3'ü neçədə aldığını bilmirəm. Buradan yazıram ki baxın buna arc kosinusa bir alfa deyirəm. Və bu artıq nə oldu? Sinus 2 alfa oldu. Baxın arc kosinus 5'də 3 bərabər nəyə? Bir alfa. Buradan bu nə deməkdir? Tərsə görə kosinus alfa 5'də 3 deməkdir. Burada düz bucaqlı 3 bucağa görə düz bucaqlı 3 bucağa görə kosinüsün tərifi neydi? Mesela alfanı bura qoysaq. Bitecek katet bölü hipotenüs. Pifagora görə nə olur? Burada 4 olur. Aha. İndi bizə nə lazım? Bizə sinüs 2 alfa lazım.
Sinüs 2 alfa ne deməkdir? 2 sinüs alfa kosinüs alfa deməkdir. Demək mənə kosinüs alfamız var 5'te 3. Bir de ne lazım? Sinüs alfa lazım. Sinüs alfa da karşı katit bölü hipotenüs deməkdir. Demək 2 vurulsun 5'te 4 vur 5'te 3. Bu da 25'te 24 deməkdir. Buradan da 24'ü de 25'e bölsem 0,96 onluq kəsir kimi yazmaq olar. Elə 25'te 24'de yaza bilərsən. Belə də yaza bilərsən. Demək baxıram növbəti 85-ci sual. Gəlin çevrəni tam çəkim orada. Demək bura A, bura B, bu mərkəz. 90 Bu buna beraber. Demək baxın buranı tamamlayıram. Biz bilirik ki çevrədə vətər diametrə perpendikulyardırsa, demək baxın bu hissə nədir? Bərabərdir. Məsələn mən bura A yazsam, burada A'dır. Özü şərtdə verib ki CPP demək E'yə bərabərdir. Buradan bura 2A'dırsa, onda burada nə olmalıdır? 2A olmalıdır. Bu belə. Digər tərəfdən bilirik ki çevrədə vətərlər kəsişirsə, həmin vətərlərin kəsişən hissəsində olan hissələrin hasilləri bərabər. Yəni A'nın 3A'ya hasili bərabərdir 6'nın 8'ə hasili. Buradan 3A kvadrat 48, A kvadrat 16, A 4. Təbii ki müsbət 4. Məndən nə istəyir? Məndən o eyni istəyir. Bu 4. Demək bura 4, 4, burada 8. Baxın, indi nə edirəm? Burada Pifagoru görürəm. Baxın, Pifagora görəm. Baxın, A-N'ini tapa bilərəm. A-E kvadrat bərabər 6'nın kvadratı 36 çıx 4'ün kvadratı 16. Bu oldu 20. A-E-də bərabər kök 20, yəni 2 kök 5. Baxın, A-E oldu 2 kök 5. Baxın, buradan bura nədir? Radius, düzdürmü? Onda O-E nə olur? 2 kök 5. Bura 4'dür. 2 kökdə 5 çıx R olur. Yox. R çıx 2 kökdə 5 olur. Niyə? Çünki baxın bu ikisini toplayanda bizə R verməlidir. Yəni R'də nədir? Radiusda. Buradan bura radiusda ona görə. İndi qulaq as. Buradan bura radiusdursa, təbii ki burada nədir? Radius. Onda OB'də nədir? R'dir. İndi mən burada yenə birisini edirəm. Vətər xassəsinə gedirəm. Hansı vətər? Baxın bu vətərlə elə ki bu vətər kəsişib. Burada demək fikir verin. Baxın buradan bura 8 vurulsun 8. 8 vur 8 bərabər. Diqqətlə qulaq asın. 2 kök 5 vurulsun. Baxın bu. O da neçə edir? Demək 2 kökdə 5 vurulsun. Demək YB nəyə bərabərdir? 2R minus kök 5'ə. 2R minus kök 5'ə. 2 kök 5 daha doğrusu. Bu belə. Bunu da vurub açanda olacaq. Demək 4 kök 5 R. Bunu vurdum açdım.
Çıxılsın 2 kök 5'e kök 5'e vuranda eləcə 20 beraber 64. Buradan 4 kök 5 beraber 84'e. Bundan bir burada 21 kalır. De beraber 21 böl kök 5'e. Bu da 21 kök 5 böl 5'tir. O da 21'i de 5'e bölünə düşür. 4 tam onda 2 kök 5. Bakın belə. Bizden ne istəyir? Bizden bunu istəyir. Bakın benden o n istəyir. O'ya neye beraberdir? L minus 2 kök 5'e. L minus 2 kökte 5. Radüsü tapdım ki 4 tam onda 2 kök 5'dir. Çıxılsın 2 kök 5. Bu da olur 2 tam onda 2 kök 5. Bunda ne yazarıq? Bunda yazaram 5'te 11 kök 5. Belə də yazmaq olar. Cevap 2 tam onda 2 kök 5'te yazabilirsiniz. Demek bu da sonuncu sualıydı. Sağ olun, hər birinizə uğurlar. Növbəti sınaqlarda görüşənədək.